Salam hörmətli izləyicilər, Ağqara meydanı izləyirsiniz. Misli Premyer Liqasında 3-cü dövrə başa çatdı və Neftçi 27-ci turda Səbail üzərində 2-1 hesabı ilə qalib gəldi. Növbəti turda isə Neftçi milli fasilədən sonra Araz Naxçıvanla üz-üzə gələcək və bugünkü buraxılışımızda məhz bu oyunlar ətrafında danışacağıq. Bugün bizim qonağımız Rekord.az saytının baş redaktoru Kənan Məstəliyevdir. Kənan bəy, xoş gəlmisiniz. Xoş gününüz olsun, təşəkkür edirəm dəvətə görə. Çox sağ olun. Kənan bəy, istəyərdim əvvəlcə biz oyunlarla bağlı danışmadan əvvəl bildiyiniz kimi bugün əlamətlər bir gündür. Əlamətlər gündür, ilaxır çərşənbədə, amma ondan da belə deyərdim ki, bizim üçün əlamətlər günü olan Neftçinin doğum günüdür. O 8 illik tamam olur. Yəni bu hətta biraz belə bir qədər böyük görsənə bilər. Azərbaycan futbolunun doğum günü saymaq olar. Çünki Azərbaycan futbolu deyəndə uzun illər biz Neftçi yadda saxlayırıq, Neftçi yadımıza düşüb. Mən həmişə dediyim bir söz var. 1937-ci ildən 1991-ci ilə qədər 54 il ərzində Azərbaycan milli komandası forması Ağqara olub. Yəni bizim milli komandamız Neftçi olub. Başqa komandamız olub. Bəli, Kəpəz bir dəfə Dinamo, daha doğrusu bir dəfə 67-ci ildə yüksək dəstək vəsqə qazanıb, amma bu müvəqqəti uğur olubdur. Yəni Neftçi Azərbaycan demək olub, Neftçinin forması Azərbaycanın forması demək olubdur və ondan sonra da müstəqillik dövründə də öz uğurlarla, nailiyyətləri ilə, məsələn, tariximizdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsqə qazanması ilə ilkləri yazan klub olub. Bəli, indi son illərdə uğursuzluqlar var, amma mən düşünürəm ki, bütün klubların, böyük klubların tarixində olunacaq, yaşanacaq bir hadisələrdir. Bu da keçəcək. Sadəcə biraz səbirli olmaq lazımdır. Haqlısınız Kənan bəy, xoş sözlər üçün də çox sağ olun və biz də bütün Neftçi sevərləri, ürəyi Neftçi ilə döyünənləri təbrik edirik. Və istəyərdim artıq keçək digər mövzularımıza, hansı ki 27-ci tur geridə qaldı. İstəyərdim əvvəlcə tura nəzər yetirək. Turda təbii ki biz sırf Neftçi Səbail qarşılaşması ilə bağlı danışacağıq, ancaq istəyərdim digər oyunlarla bağlı da fikirlərinizi öyrənək. Turun açılış oyunu Liv Bonadia Arenada baş tutdu və Araz Naxçıvan Şamaxı görüşü 1-1 hesabı ilə yekunlaşdı. Növbəti oyun günündə Kəpəzlə Qarabağ 0-0 hesablı bərabərliyə razılaşdı. Ardınca isə Sabah Zirə oyununda da qalib müəyyənləşmədi. 1-1 hesabı qeydə alındı. Daha sonra sonuncu oyun günündə Səbail Neftçi qarşılaşmasında Neftçinin 2-1 hesablı qələbəsi, həmçinin Tovuz səfərində Sumqayıtın 2-1 hesablı qələbəsinin şahidi olduq. Bu turda meydan sahibləri qələbə qazanmadı. 3 oyunda heç-heçə qeydə alındı. İstəyərdim elə turu bir də siz şərh edəsiniz. Bu maçlardan ikisini mən canlı izlədim. Tovuzdakı maçları. Tovuzdaydım. Kəpəz Qarabağ və Tovuz Sumqayıt maçını canlı izlədim. Ümumiyyətlə turu götürəndə maraqlı tur oldu. Nəticələr gözlənilməz oldu. Ümumiyyətlə və bu artıq bu turda göstərdi ki, çempionatın sonu yaxınlaşdıqca gərginlik ən yüksək həddə çatacaq və idman prinsiplərinin qorunması da öz effektini verir. Artıq komandalar hər xal üçün, yəni xallar yox, xal üçün, yəni meydançadan asılı olmayaraq, rəqibdən asılı olmayaraq sona qədər mübarizə aparır, döyüşürlər. Elə həmçinin Səbailin son saniyələrə qədər Neftçini, belə demək olar, söz qapısına sıxması, eyni zamanda da Kəpəzin Qarabağ kimi komandanın son illərin çempionuna yəni böyük bir şanslar verməməsi, xal alması, yəni göstərdi ki, çempionatın hər keçən turu yəni gərginliklə yadda qalacaq. Bu turda da elə həmən Kəpəz Qarabağ maçının nəticəsi gözlənilməz oldu. Araz Naxçıvanın Şamaxını yenə bilməməsi də gözlənilməzlikdir mənə görə. Çünki Araz Naxçıvanın qışdan sonraki bu mənfi performansı əslində məni təəccübləndirir. Çünki yəni bura qədər gələn, bu formada, bu qədər xal ehtiyatı olan, özdə xalını belə deyək də boş yerdən qazanmayan, həm də maraqlı futbol oynayan, intensiv futbol oynayan komandanın qışdan bəri heç cür enişdən çıxa bilməməsi məni təəccübləndirir və Şamaxı, bəli, Ayxan Abbasovun rəhbərliyi altında yaxşı performans nümayiş elətdir, yaxşı oynayırlar, istənilən komandaya başarırlar, amma belə komandanı Araz Naxçıvan yenməli idi. Yenə bilmədim, mən düşünürəm ki, bu sırf Araz Naxçıvan baxımından böyük bir itkidir. Yəni bundan sonra daha da çətin oyunlar olacaq, Neftçi var, elə növbəti turda Neftçi oynayacaq. Yəni xal ehtiyatını artırmalı idi. Artıq Elmar Baxşiyev daha çox fikirləşməlidir, nə etmək olar ki, bu durumdan çıxsınlar. Düzdür, onların zədəlləri var, problemləri var, amma bu bəhanədir. Yəni bəhanə ola bilməz, daha doğrusu oynamaq lazımdır. Turan Tovuzun qeyri-sabit çıxışı davam eləyir. Turan Tovuz
elə bir komandadır ki, artıq gedib Qarabağ udub gəlib evdə Kəpəzə uduza bilər və yaxud yəni bu qeyri-sabit çıxış davam edə bilər. Burada da davam elədi. Sumqayıt Vaqif Savadovun rəhbərliyi altında uzun müddətli qolsuzluq seriyasından sonra artıq özünə gəlməyə başlayıbdı. Belə baxıram ki, Vaqif Savadov artıq dərs alıbdı o başına gələnlərdən və diqqətli oynadılar. Birinci topu öz qapılarında görməyə baxmayaraq ruhdan düşmədilər, ehtiyatlı oynadılar və Turan Tovuzun da barıtı elə bir hissəli imiş. Yəni bir hissədə artıq nə güclər vaysa qoydular. Ondan sonra artıq komanda nə qədər çalışsa da toparlana bilmədi. İkinci hissədə bəzi epizodlar var idi, amma yəni ələ düşən minimal şanslardan gərək yararlanasan. Əgər sən Avrokuboklara getmək istəyirsənsə, yəni Sumqayıt kimi rəqibləri istər-istəmə hansısa formada olursa olsun yenməlisən. Turan Tovuzun da Araz Naxçıvanın da xal itirilməsindən Zirə yararlana bilərdi, o da yararlana bilmədi. Çünki o da məhdud təcrübəli oldu. Çünki Zirə hal-hazırda Azərbaycan çempionatının ən formada olan komandasıdır. Yəni Qarabağa da baxmayaraq. Çünki Qarabağ bəlli liderdir, güclü futbolçular var falan, amma yəni keçmişinə heç kim xal vermir. Xalı bugünkü oyuna görə verirlər. Ona görə Zirə Sabahı baxmayaraq ki, Sabahın heyəti çox yaxşıdır. Yəni oyunçular heyət baxımından heç də Zirədən geri qalmırlar, amma Zirə qələbəyə daha yaxın ola bilərdi. Berezutskinin aktivinə bir-iki müsbət söz deyək ki, artıq Zirənin nə güclü nöqtələr var, onları bağlaya bilmişdilər. Rəşad Sadıqov da nəyə göstərdi? Onun o həmən güclü nöqtəni bağlayandan sonra taktiki çeviklik eləyə bilirmi? Rəşad Sadıqov bunu eləyə bildi. Çünki Sumanın performansı o qədər də yaxşı deyildi. Onu bağlamışdılar, bəzi cinahları bağlamışdılar. Amma Rəşad Sadıqov o məqamdan çıxa bildi. Və sırf Səbail Neftçi oyununa gəldikdə, sırf Səbail Neftçi oyunundan danışdıq. Hansı ki, Neftçi demək olar 2 erkən qol vurdu. Filipoviç və Elvin Camalovun qolları. Ardınca isə ilk hissənin sonlarında Səbail komandası fərqi azalda bildi. Rüfət Abdullazadə baxımlı qolla yadda qaldı. Ardınca isə ikinci hissədə də cəhdlər çox oldu. Həm Neftçidə, xüsusən oyunun sonlarında Səbaildə. Ancaq ikinci hissədə qapılara qol vurmadı. Elə istəyərdim Səbail Neftçi oyunu ilə bağlı sizin düşüncələrinizi öyrənək. Bu oyunu belə başa düşürəm ki, biz daha diqqətli, daha geniş müzakirə edəcəyik. Bu Səbail Neftçi maçının gedişatını biz bundan əvvəlki maçların da təsirini qeyd eləməliyik. Neftçi qış fasiləsində təlim-məşq toplanışında yetərincə fiziki, atletik ehtiyat toplaya bilmişdi. Yəni o toplanışda verilən o belə deyək də start, hansı ki orada toplanan güc komandanı təxminən bir ay ərzində komandanı tonusda saxlamağa imkan verdi və qələbələr gəldi, xallar qazanıldı. Bəli, Qarabağa məğlubiyyət var. Düzdür, komanda çox yaxşı mübarizə aparmışdı, amma Qarabağa məğlubiyyəti xüsusi bir problem kimi saymamalıyıq. Ola bilər, yəni bu olası bir şeydir. Yəni komanda həmən fiziki hazırlığını yüksələn xəttinə getmişdi. Amma bu, belə deyək də, bütün sezonu davam eləyə bilməz. İstər-istəməz eniş olmalıdır. Bu eniş vaxtı da son 2 tura düşdü. Yəni Kəpəz və Turan Tovuz maçlarına düşdü. Fiziki hazırlıq, yəni bu o demək deyil ki, məşqçi onu hazırlaya bilmir. Sadəcə bu normaldır. Yəni artıq o formada davam eləmək olmaz. Həmən bu durumdan çıxmağın da yeganə yolu ehtiyat oyunçular skamyasının çox yaxşı olmağıdır. Yəni məsələn, əgər sənin mərkəz müdafiəçin fiziki cəhətdən hazır desə, sənin ehtiyatında onu əvəz edəcək futbolçu olmalıdır. Məsələn, təəssüf ki, Neftçidə o səviyyədə deyil. Məsələn, bu Səbaillə maçda mərkəz müdafiəçisi bir dənə Yuri Matiyasıdır. Mustafa Seyq mərkəz müdafiəçisi deyil. Yəni, üçlü müdafiədə məcburən Samir Abbasov onu orada oynadır. Pis də deyildi, indiyə qədər pis deyildi. Sonra Mervin Kuç gəldi sağ cinahda, üçlü müdafiənin mərkəzində sağında oynamağa başladı. Yəni, bu sənin ehtiyat qüvvən yoxdursa, ehtiyatda əvəzləyəcək ən azından heç olmasa tam olmasa da 100% olmasa 60-65% əvəzləyəcək futbolçun yoxdursa, belə oyunlar hansı ki Səbaillə maçın ikinci hissəsinin sonlarında olan hadisələr bu artıq gözlənilən bir şeydir. Çünki Samir Abbasov da gördü ki, artıq komandanın gücü bir yerə qədərdir. Ona görə də misal üçün Fernandesi, Alexi dəyişdi. Yerinə Muradı saldı.
Sonra Oxorni dəyişdi. Yəni bir qədər o həm mərkəz hissəni, həm də onların önündə olan hissəni bir qədər bərkitdi ki, komanda artıq gücünü düzgün bölə bilsin ikinci hissəyə. Düzdür, Səbailin epizodları oldu, amma düşünürəm ki, göründüyü qədər də bir dənə epizod çıxmaq şərti ilə, hansı ki, Rıza Cəfərov yaxşı oynadı çərçivədə, yəni mövqeyini düzgün seçmişdi. Oyunda sonuncu hücumda. Yaxşı, yəni mövqeyini düz seçmişdi. Yəni orada məsələ Seyvin topun gözəlliyindən ziyadə, yəni o topu gözəl çıxartmamaqda olar. Sadəcə mövqe düz seçilmişdi deyə onu sadəcə topu tutmaq da olardı. Yəni o sürətinə görə çıxartdı. Yəni bu qapçılıq bacarığıdır. Yəni Rıza Cəfərovu təbrik edirəm. Yəni mövqeyini düz seçmişdi və o epizoddan başqa mən baskı var idi. Neftçi ehtiyat arxaya oturmuşdu, amma yəni belə dəhşətli bir vəziyyət görmədim. Yəni komanda şeyləmir. Bu yəni qeyd elədiyim kimi bunun baş verməsinin səbəbləri təbiidir, bu olmalıydı. Yəni bu komanda enişi olmalıydı. Kənan bəy, istəyirsinizsə, təbii ki, biz Səbail oyunla bağlı danışmağa davam edəcəyik. Əvvəlcə Neftçi TV-nin hazırladığı sırf Səbail Neftçi qarşılaşmasına özəl Match Day Dump'ı izləyək, ardınca yenidən müzakirəmizə davam edərik. I wanted the fame, but not the cover of Newsweek. Oh well, guess beggars can't be choosy. Wanted to receive attention from my music. Wanted to be left alone in public, excuse me. But wanting my cake and eat it too. And wanting it both ways. Fame made me a balloon. Cause my ego inflated when I flew see. But it was confusing. Cause all I wanted to do is be the Bruce Lee of loosely abused ink. Use it as a tool when I blew steam. Woo! Hit the lottery, ooh wee. But with what I gave up to get, it was bittersweet. It was like winning a used me. Ironic, cause I think I'm getting so huge I need a shrink. I'm beginning to lose sleep. One sheep, two sheep, going cuckoo and kooky is cool key. But I'm actually weirder than you think. Cause I'm friends with the monster that's under my bed. Get along with the voices inside of my Si te quieres divertir con encanto y con primor, solo tienes que vivir un verano en Nueva York. Si te quieres divertir con encanto y con primor, solo tienes que vivir un verano en Nueva York. Un ratito nada más. Ey, ey, ey. 4 de julio, Farley y Ulay. Ando con mi prima borracha Rulay. Los míos en el Bronx, saben la que hay. Con la nota en hoy, por Washington hoy. Willy Colón me dicen el malo. Ey, porque pasan los años y sigo dando palos. Vendiendo discos como cuadro Frida Kahlo. El perico en blanco. Solo tienes que vivir un verano en Nueva York. Un ratito nada más. Ey, ey, ey. Me dejo en Soto a correr que otra vez la sacamos al estadio. Si te quieres divertir con encanto y con primor, solo tienes que vivir Ya mismo nos vamos. un verano en Nueva York. Si te quieres divertir con encanto y con primor, solo tienes que vivir Ya mismo nos vamos. un verano en Nueva York. ¿Quieres divertir con encanto y con primor? Solo tienes que vivir un verano en Nueva York. Si te quieres divertir con encanto y con primor, solo tienes que vivir un verano en Nueva York. Un ratito nada Te más. quieres divertir con encanto y con primor, solo tienes que vivir Ya mismo nos vamos. un verano en Nueva York. Səbail Neftçi oyunundan görüntüləri izlədik. Kənan bəy, xüsusi diqqətinizi çəkən oyunçular,
bu qarşılaşmada kimlər oldu? İstəyərdik onlarla bağlı danışasınız, fikirlərinizi öyrənək. Yaxşı sualdır. Mən biraz əvvəl qeyd elədim ki, komandanın ehtiyat qüvvəsinin olması çox vacibdir. Ehtiyat qüvvəsində saydan başqa da keyfiyyət çox vacib olur. Yəni Filip Ozoviç yəni yaşı çoxdur. Əvvəl yəni belə deyək də bizim Qəbələdə və yaxud da Qarabağda gördüyümüz Filip Ozoviç deyil, amma belə futbolçunun hətta bir 20 dəqiqə belə meydanda olmağı öz effektini verir. Oyunun əvvəlində təxminən 15-20 qola qədər olan epizodlar, qola qədər olan məcrada Səbail bir qədər belə deyək də aldatmışdı Neftçini. Nə mənada? Neftçi adətən 2 nömrə oynayır rəqiblərə uyğun olaraq. 2-5-li müdafiədə o komanda rəqiblər üzərinə gələndə orada əks hücumlarda oyunu qurur. Bunu Cavid Hüseynov bilirdi və ona uyğun olaraq da B plan olaraq Neftçini önə çəkməyə planlaşdırmışdı və önə çəkərək arxadakı boşluqlardan istifadə edir. Ona görə də Səbail əvvəlkindən fərqli olaraq topu birdən oyuna daxil eləməməli, qapıçı sadəcə yanındakı oyunçulara belə deyək də ötürmələrlə çıxmaqla bir varianta getmişdi. Uğurlu da alınırdı. Çünki Neftçi məcburən önə çıxırdı, enerji sərf eləməli olurdu. Enerji çıxanda, hücum xətti önə çıxanda yarım müdafiədə çıxır, hücum müdafiəçilər də çıxır. Ona görə də cinahlarda boşluqlar yaranır. Mərkəzdə adam çox olduğuna görə istər-istəməz cinahlarda boşluqlar yaranır. Bu məqamda vurulacaq, Səbailin vuracağı bir qol oyunun bu tənəliyini həll eləyəcəkdi, müqadirətini həll eləyəcəkdi və ona görə də belə məqamlarda ələ düşən şanslardan maksimum istifadə etmək lazımdır. Belə şanslarda böyük futbolçular istifadə edirlər. Yəni Filip Ozoviçin vurduğu qol bu adamın klasının nümunəsidir. Topu götürdü, rəqibin hücumundan, rəqibin müdafiədəki səhvindən istifadə olunan anda topu götürdü, cənubi meydançasında kənarında, həndəvərindən sağı göstərdi və o epizoda baxanda biz fikirləşdik ki, oradan yeri yoxdur vurmağa. Yəni onu hara vuracaqsan? Çünki bağlı idi. Qapıçı da həmən nöqtəni bağlamışdı. Eyni zamanda da onun qarşısındakı hücumçu da həmən o görünüşü bağlayırdı. Və həmən anda onu qapıçının əks istiqamətdə durduğu bu artıq yəni bir klasın nümunəsidir, göstəricisidir. Yəni belə futbolçular oyun həll edirlər. Böyük klublarda oyun həll edən oyunçular oynamalıdır. Komanda pis oynaya bilər, ruhdan düşmüş ola bilər, motivasiyası olmaya bilər, fiziki cəhətdən yaxşı olmaya bilər, amma həmişə sənin heyətində elə bir futbolçu olmalıdır ki, uzaqdan zərbə ilə və yaxud da ki, belə deyək də 4-5 nəfər alladaraq bir top vura bilər. Komandanın ən azından minimal belə deyək də vəzifəsinin öhdəsindən gəlməsi üçün üstünlüyü əldə edə bilərlər və komanda artıq istirahət eləyərək, dincələrək və yaxud da ki, minimal qüvvə ilə oyunun nəticəsini əldə edə bilər. Dünyanın heç bir komandası, Real Madridi, Man Unitedi fərqi, heç biri bütün oyunları super səviyyədə oynamırlar. Yəni, orada da enişlər var, orada da məğlubiyyətlər də var. Əsas olan odur ki, müəyyən komandanın qalibiyyət ruhu yaransın. Pis oynayaraq da qələbə qazanmağı bacarmalısan. Böyük klublar budur. Elə həmin Qarabağ bu mövsüm deyirik, hər dəfə liderdir, çempiondur. Bu Qarabağ da bu mövsümdə, yəni səhv eləmirəmsə 3 dənə məğlubiyyəti var, neçə dənə xal etkiləri var. Amma onlarda da elə futbolçular var ki, pis oynayanda belə çıxıb bir dənə uzaqdan zərbə ilə, bir dənə belə ustalıqla həll elədiyi bir topla komandaya qələbə qazandıra bilirlər. Belə futbolçuların olması, belə futbolçuları tonusda saxlamaq, fiziki hazırlığını, atletik hazırlığını saxlaya bilmək, onu kökləyə bilmək çox vacib bir məqamdır. Elvin Camalov da mən qeyd eləməliyim. Elvin Camalovun da o sabahdan gedəndən sonra məsələsində bir qədər tərəddüd vardı ki, komanda uyğunlaşa biləcəyimi yoxsa yox. Amma Elvin Camalov elə bir ki, Neftçi üçün yaradılıb. Yəni adam elə ya ki, adam elə neçə illərdir burada oynayır. Çünki Səbaillə maçın videosuna mən bir də baxdım. Adam demək olar ki, hər nöqtədə var idi. Bəli, rəqib Səbaildir, o səviyyədə rəqib deyil, amma bu Premier Liqada və Premier Liqada qalmağa çalışan Səbaildir. Bu komandaya qarşı oynamaq da asan deyil. Xüsusilə də birinci hissənin təxminən bir yarım saat ərzində cinahlarda deməli, Seklə, Salahlığın oynadığı cinahda rəqib əməlli başlı baskı qurmuşdu. Həmən Elvin Camalov görəndə ki, həmən orada artıq komanda yoldaşları işin öhdəsindən tam gələ bilmirlər, o nöqtədə peyda olmağa başladı. Neçə dəfə saydım ki, oradaydı, top götürdü, rəqibin qarşısını kəsdi
Yəni Elvin Camalov və Filip Ozoviç kimi futbolçuların yaşı çox ola bilər, formada olmaya bilər, nə başqa komandada ehtiyatda qalıbdı. Yəni bu heç bir əhəmiyyət daşımır. Yəni belə futbolçuların Neftçidə olması bəlkə də əvvəlki kimi olmasa da, amma ən azından öz performansını nümayiş etdirməsi Neftçiyə çox böyük xeyir verir və xeyir verməkdə də davam eləyəcək. Mən düşünürəm ki, Samir Abbasov da bunu görür və onların potensialından maksimum istifadə etməyə çalışır. Yəni Səbali sən belə deyək də, mən həmişə bu məsələlərdə belə deyirəm ki, biz indi açıb telefonda açıb baxsaq ki, 3 il əvvəl misal üçün deyirəm, Qarabağ məsələn Araz Naxçıvana qarşı və yaxud da ki, məsələn elə həmən Səbaliyə qarşı necə oynayıbdı? Açırsan 1-0 olub, hə. Orada kim Səbalinin 4 dənə topu dirəkdən dönüb, yoxsa ki, yəni orada o yazılmır. Orada heç yazılmır. Orada yazılır ki, Qarabağ 1, Səbali 0. Eyni şey də burada yazılacaq. 2-1 yazılacaq, Neftçinin qələbəsi yazılacaq. Amma bundan sonrası vacib olan bir şey odur ki, belə qələbələr adətə çevrilməməlidir. Yəni komanda xal ehtiyatında artırmalıdır, amma səhvlərdə nəticə çıxarılmalıdır və növbəti maçlarda daha yaxşı oynamalıdır. Çünki Səbalin oyuncularının keyfiyyəti o deyil, amma məsəl üçün daha məsələn Sabahın, Zirənin və yaxud da ki Araz Naxçıvanın komandaları, futbolçuları bu hansı epizodlar ki yaradıblar, o epizodların Səbali yararlanan bilmirsə, onlar yararlanacaqlar. Ona görə də ehtiyatlı olmaq lazımdır. Səbali üzərindəki mən izlədim, Neftçinin azarkeşlərini də, şərhlərini də oxuyuram, yəni onların bütün müzakirələrini də izləyirəm. Demək olar ki, bütün sosial şəbəkələrdə oyundan narazıdırlar, düzdən narazıdırlar. Yəni burada biz deyək ki, yox, Neftçi super futbol oynadı filan. Amma elə bir məqamlar var ki, super futbolu nümayiş elətdirməyə belə deyəsə bir imkan yoxdur, bir şərait yoxdur. Qələbə qazanmaq lazımdır. Pis oyunla da olsa, nə tərsə də olsa qələbə qazanmaq lazımdır. Amma bu adətə çevrilməməlidir. Yəni əsas məqam budur. Düzdür, tamamilə haqlısınız. Təbii ki, hər bir Neftçi azarkeşi elə Neftçinin qələbə qazanması ilə yanaşı baxımlı futbol oynamağını da istəyir, tələb eləyir. Bu cürdə olmalıdır. Elə istəyərdim biz Samir Abbasovun məhz oyun sonrası mətbuat konfransında səsləndirdiyi fikirləri, həmçinin futbolçularımız Elvin Camalov və Ağadadaş Salyanskinin də düşüncələri ilə tanış olaq. Ardınca elə həmin fikirlər ətrafında müzakirə edək. Narahatçılığın səbəbi birinci hissədə son dəqiqələrdə uzaqdan buraxılan qol və çox boynun üstündə durmuşduq. Nəyin üstündə durmuşduq? Dedik ki, qalib gələk və milli pauzası ki var. Bu həm bizə əhval-ruhiyyə baxımından çox kömək eləyər ki, yaxşı məşqlərimizi eləyək milliyə. Gedən uşaqlar yaxşı əhval-ruhiyyədə gedərlər və s. və çox durmuşduq. Biraz narahatçılıq ondan idi ki, qol buraxdıq və ardı da gələ bilərdi. O biraz uşaqlarda, biraz onu sözün açığı o qədər də anlamadım. Yəni oyunu həmən məcrada davam etdirib, bəlkə də qollar da vurmaq olardı. Amma yəni birinci hissədə doğrudan da yaxşı futbol göstərib, yaxşı atakalara çıxıb, momentlər yaradıb və qol vurmaq, haqlı olaraq da 2-0 öndə çıxmaq və ikinci hissədə oyunun tam elə bir ki, tələbi dəyişdi. Artıq mübarizə aparmalısan, döyüşməlisən sözün əsl mənasında. Bu tərəfdən də baxanda, yəni nə qədər kritikana yanaşsaq ki, niyə belə oturduq, amma bu tərəfdən də biz baxsaq, ondan da uzaq çıxdılar futbolçular. Yəni demək, haradasa 100% moment, bəlkə də bir dəfə oldu, 2 dəfə, bilmirəm, xatırlamıram, amma oradan da yenə deyirəm, uzaq çıxdılar, mübarizəni sonra kimi apardılar. Buna görə də sağ olsunlar. Əsas bu günləri 3 xal çox önəmli idi biz üçün. Həm çempionatdan qopmamaq üçün bunun da öhdəsindən gəldik. Əlbəttə, yəni gərgin keçəcəyini bilirdik belə oyunun. Çünki istər meydançı olaraq, istər səfərdə oynayırdıq. Bizim üçün onlar bilirdik ki, bizə qarşı bütün rəqiblər olduğu kimi Səbail də çox ciddi şəkildə çıxacaq. Biz də əlbəttə çox ciddi şəkildə hazırlaşmışdıq. 2 qol vurduq. Yəni qol vurduq, sonra düzdür qapımızda qol gördük. İkincisi bilirdik ki, çox çətin keçəcək, amma sona kimi mübarizə apardıq və qələbə qazandıq. Bunun üçün dəstək olan hər kəsə, bütün azarkeşlərə, hər kəsə təşəkkür edirəm. Bu hamımızın qələbəsidir. İlk növbədə bütün Neftçi sevənləri, bütün komanda yoldaşları, məşqçi heyəti, azarkeşlərimizi təbrik edirəm bu qələbə münasibətlə. Oradan da çox ağır oyun oldu, yəni gördüyünüz kimi. İlk növbədə hava şəraiti biraz birinci, ikinci hissə çox isti idi. Yəni əsasən də süni meydançada oynamaq çətinlik yaradırdı. Amma buna baxmayaraq biz birinci hissədə 2 top vura bildik.
tutuldu. Lakin axırlarda birinci hissəni qol buraxdıq. Amma ümumi götürəndə yəni pis oynamadıq. Yəni bu futbolda normaldır. Səbail də hücuma çıxacaq. Yəni bu heç kim gözləniləndir. Bəli. Ona görə də ki, bütün yəni Neftçi sevənləri, komanda yəni hamını təbrik edirəm. Kənan bəy, komandamızın baş məşqçisi Samir Abbasovun oyun sonrası fikirləri ilə tanış olduq. Həmçinin futbolçuların müsahibələri ilə də istəyərdim elə fikirlərinizi öyrənək, həm baş məşqçinin açıqlamaları ilə bağlı, həmçinin də elə futbolçuların dedikləri ilə bağlı. Samir Abbasov fikirləri mənim dediyim fikirlərlə, daha doğrusu mənim dediyim fikirlər onun fikirləri üstə düşdü. Çünki o da qeyd elədi ki, bu dəqiqə əsas vacib olan fasiləyə qələbə ilə getməkdir, əhval-ruhiyyədə yaxşı getməkdir. Üstəlik də orada bir sözlə qeyd elədi. Yəni mən qeyd elədiyim kimi komanda artıq yorulubdur. Yəni məsələn mən birinci hissədə Mustafa Sekin oyununa fikir verdim. Yəni mən Mustafa Seki bu qədər yorğun elə yadıma gəlmir. Yəni o futbolçu yorulub. Yəni çünki öz mövqeyində də oynamır. Yəni o penalti epizodu oldu, penalti elədi, amma sayılmadı ofsayd olduğuna görə. Yəni o futbolçunun texniki belə deyək də bacarıqsızlığından deyil. O artıq yorğunluqdandır, psixoloji, fiziki olaraq yorğunluqdandır. Həmən məqamda, yəni bu məqamda qeyd elədiyim kimi komanda üçün əsas vacib olan qələbəni qazanmaq idi. O qələbə də qazanıldı. Əsas olan bundan sonrakını düzəltməkdir. Futbolçuların da fikirlərindən qeyd edirəm ki, yəni Elvin təbii ki, yəni azarkeşlərə dəstəyini fikrini, təşəkkürünü bildirməklə doğru addım atdı. Çünki azarkeşlər Neftçinin azarkeşləri yəni ölkə futbolunda özünə yer eləmiş, özünü göstərmiş, turnir cədvəlinin lideridirlər. Yəni tribuna cədvəlinin lideridirlər. Yəni bu elə belə boş ifadə deyil. Yəni Forza Neftçi ümumiyyətlə Neftçi azarkeşləri həmişə komandalarına həmişə ən çətin günündə belə dəstək olmaqla fərqləniblər. Ümid edirəm ki, bundan sonra da belə davam edəcəklər. Ağadaşla bağlı çıxan qeyd edə bilərəm ki, Ağadaşın potensialı var. Sadəcə bir qədər öz üzərində işləməlidir. Xarakterində də müəyyən qədər öz xarakteri ilə, öz potensial xarakterini necə deyim, bir qədər səbirli olmağa başlasa, təmkinli olmağa başlasa, peşəkar fəaliyyətini, peşəkarı oyundan kənarda, meydandan kənardakı peşəkarlığını qoruya bilsə, mən düşünürəm ki, Ağadaşın gələcəyi heç də zəif deyil. Yəni çox parlaq gələcəyi görürəm. Potensial var, sadəcə üzərində işləmək lazımdır. Düzdür. Və Kənan bəy, bir sual da vermək istəyərdim mətbuat konfransı ilə bağlı. Yəqin ki, daha çox yayılan orada mətbuat konfransından görüntülər var. Siz də izləmişsiniz, siz də tanışsınız. Samir Abbasova verilən sual var idi ki, məsələn, mövsüm sonunda Avrokuboklara vəsəqə qazanılması istifa verəcəksinizmi? Siz də tanışsınız həmin məsələlə. İstəyərdim sizin yanaşmanızı öyrənmək. Təəssüf ki, belə baş verir. Mən ümumiyyətlə mətbuat konfranslarında baş məşqçilərin belə açıqlamalar, belə deyəndə belə maraqlı açıqlamalar, qeyri-adi açıqlamalar verməyin tərəfdarıyam. Çünki bir rəng qatır. Bizim etiraf edilək ki, Azərbaycan çempionatı o qədər də belə deyək, yüksək səviyyəli çempionat deyil. Rəqabət güclüdür, bəli. Rəqabətimiz dünyanın heç bir çempionatından geri. Bizdə rəqabət var. Amma səviyyə yoxdur. Yəni futbolçuların səviyyəsi o səviyyədə deyil. İstərseniz belə bir şeylər olanda bir baş məşqçilərin açıqlamaları, onların hər hansı bir belə deyək, bir polemikaya girməyi, rəqib komandaya bir söz atmağı falan, bunlar maraqlıdır. Bunlar olmalıdır. Mən bunun tərəfdarıyam. Amma bu polemika jurnalistlə olmamalıdır. Mən açıq deyim ki, mən o sualı verməzdim. Yəni mənə görə hal-hazırda yəni bu tur 3-cü dövrənin sonunda Samir Abbasovun istifaya dəvət olunması mən dəvət eləməzdim, çünki düzgün deyil. Çünki hələ biz bilmirik ki, bundan sonra necə olacaq. Yəni hal-hazırda komanda Kubokun yarım finalındadır. Çempionatda da 6-cı pillədə olmağına baxmayaraq, sırf Samir Abbasovun performansına baxanda gəldiyi vaxtdan 9-cu turda, 10-cu turdan bu tərəfə ona da baxacağıq. 10-cu turdan bu tərəfə baxanda Samir Abbasovun işini qənaətbaş saymaq olar. Yəni mən düşünmürəm ki, elə bir məşqçi var ki, bu heyətlə məsəl üçün gəldiyi 9 turdan sonra 5 xalı olan komandanı 3-cü yerə çıxartsın. Yəni bu mənə elə gəlir ki, real bir şey deyil. Çünki futbolçular, bəli, yaxşı futbolçular var. Biz əvvəldən qeyd elədik ki, Elvin Camalov da sonradan gəldi. Elvin Camalov, Filip Ozovic, Yuri Mates yaxşı futbolçudur. Amma bu o səviyyədə deyil ki, biz deyək ki, bu komanda elə aradakı o boyda xal fərqini aradan bir qaldıracaq və gəlib Avrokuboklara çıxacaq. Çempionat yolu ilə mən hətta bunu bir neçə dəfə
azarkeşlərlə də, Neftçi azarkeşlərlə müzakirələrdə də qeyd eləmişəm ki, çempionat yolu ilə, hələ mən bunu yanvarda demişdim ki, çempionat yoluna Neftçinin Avrokuboka getmə şansı yoxdur. Yəni o real deyil. Yəni necə olur? Yəni 4-cü yeri saymıram da, çünki 4-cü yer garanti deyil. 3-cü yerlə 47 arasında 16 xal fərq var. İndi var hələ. Onda hələ daha çox idi. Yəni bu real deyil axı. Yəni bu mümkün deyil çempionatda. Mümkün, riyazi olaraq mümkün ola bilər, amma bu real deyil. Qalır kuboka. Bir Neftçinin, bir baş məşqçinin öhdəsi qarşısında kuboku qazanma hədəfi qoyması normaldır. Bu belə də olmalıdır. Bunun kim deyirsə ki, Neftçinin hədəf qoymamalıdır, yox, yanlışdır. Hədəf qoymalıdır. Amma bu işin bir aması da var. Aması da ondan ibarətdir ki, bir dənə sual verək özümüzə. Neftçi axırıncı dəfə ölkə kubokunu nə vaxt kazanıb? 2013-14 Qəbələ ilə oyunda 11 il keçib onunla. 11 ildən bəri kuboku qazanmayan neçə dənə məşqçi olub və o həmən 11 il ərzində neçə dənə məşqçi dəyişib. Yəni sayın detirmir. Bəlkə də bu dəqiqə otursa yadımıza salan bildir. Yəni 7-8 var da, düzdürmü? Bəli. Onlar da kubok qazanmayıblar. İndi bunlar kubok qazanmayıblar deyə həmən məşqçiləri kubok qazanmadı deyə çıxardıb atmaq olmaz axı. Yəni bəli, oynatdığı oyun o deyilsə, tamamilə uğursuz qrafik çizirsə, yəni biabırçı vəziyyətdədirsə komanda, hə, onda çağırırsan, səndə alınmadı da. Məsələn, mən deyirəm, mən düşünürəm ki, Adrian Mutu'nun kimi məşqçinin gəlməyi səhv idi. Bu adam məşqçiliyi olmadığı, məşqçi potensialı, məşqçiliyi o rus damarı, jila deyirlər, olmadığı görünürdü. Yəni bu adam nəticə vermirsə, bunu yola salmaq lazım. Bu normaldır. Amma məsələn, Samir Abbasov barədə bu fikri mən bir mənalı şəkildə deyə bilmərəm. Komandaya sonuncu titulu qazandırmış məşqçidir. Çempionluğu qazandırmış məşqçidir. Ondan əvvəl də onu bu ətraflarda neçə ildə də kubok qazanan yoxdur. Biz o halda deyə bilərik ki, Neftçi mübarizə aparmır. Neftçi son dəqiqəyə qələbə qazanmaq üçün, turu keçmək üçün mübarizə aparmır. Komandanın oyunu biabırçı vəziyyətdədir, dağını xal qazanmırlar. Çempionatda 9-cu yerdə bitirib. Elə bir vəziyyət olsaydı deyərik ki, məsələn, bu adam da alınmır da, qardaş. Bu adamı yola salmaq lazımdır və onun istefa söhbətlərində, istefa haqqında suallar vermək normaldır. Mənə görə bu gün o sualın verilməsi doğru deyildi. Amma bir şey var. Jurnalistlər üzərində qələbəyə görə xal verilmir. Qələbəyə xalı meydanda verirlər. Yəni baş məşqçi sual nə qədər provokativ olsa da belə, sual nə qədər məşqçinin xoşuna gəlməsə də belə, yəni etirazın bildirsə də təmkinli davranmağı bacarmalıdır. Yəni bu tələbdir, bu hətta mən belə bildiyim qədərilə lisenziya tələblərində var, kateqoriya tələblərində də var ki, medianın işi doğru, belə deyək də, səbirli davranmalısan, onlarla doğru ünsiyyət qurmalısan. Samir Abbasova görə doğrusu odursa, mən o bir söz deyəmirəm. Mənim fikrimcə doğru deyil. Hətta jurnalist səhv deyirsə də belə, onun o səhvini ona bildirməyin yolu başqa cürdür. Yəni bu formada verməklə, bu formada danışmaq, belə deyək də, Samir Abbasovun xeyrinə deyil. Yenə də deyirəm, bax, hər iki tərəfi deyirəm. Burada bir tərəfi olma, mən jurnalistəm, əslində həmkarımın tərəfini tutmalıyam. Mən deyirəm ki, bu gün üçün, bu gün ayın 18-dir. 18 martda Samir Abbasovun istefa ilə bağlı sualları mən verməzdim mənə görə. Çünki mənə görə düzgün deyil. Amma bu sualı verirsən də belə, verirəmsə də belə, baş məşqçi bunu başqa formada, belə deyək, daha incə formada cavab verməli və dost kimi davam elətdirməli. Yəqin ki, Samir Abbasovun da bu cür cavab verməsinə son mətbuat konferanslarında bu tipli bir qədər qəribə sualların çoxluğu rol oynayıb. Ancaq sevindirici hal nədən bu loqo var, bu loqo, Neftçi loqosu. Bu ağır loqodur. Yəni bu loqonun altında, arxasında o işləyən işçilər, o komandası olan baş məşqçisi, klubun prezidenti, icraçı direktoru, fərqi yoxdur, operatoru, kim olursa olsun, bu loqonun altında işləyirsə, belə gərginliyə hazır olmalıdır. Olacaq. Bu, hələ bundan sonra da belə suallar olacaq. Olması da normaldır. Biz bunu qeyri-adi qəbul edirik. Qeyri-adi qəbul eləməli. Dünya, başqa ölkələrdə bundan da ağır suallar olur. Kənan bəy, məsələni həqiqətən də hər iki tərəfli gözəl izah elədiniz, həm jurnalistlər tərəfdən, həm Samir Abbasov tərəfdən. Ancaq sevindirici hal bundan ibarətdir ki, məhz bu haqda paylaşımlar olduqdan sonra biz azarkeşlərin də şərhlərini oxuyurduq və baş məşqçiyə inamın olması azarkeşlər tərəfindən həqiqətən də sevindirici haldır. Və bir qədər əvvəl siz də vurğuladınız, hansı ki, Samir Abbasov Neftçiyə baş məşqçi təyin olduqda bu mövsüm komandanın yalnız 5 xal var idi. Və bildiyiniz kimi
mövsümün əvvəlində komandanı quran baş məşqçi Samir Abbasov deyildi və belə deyək, hazırda baş məşqçilik etdiyi komandanı özü formalaşdırmayıb. Ancaq Samir Abbasovun gəlişindən sonra ikinci dövrədə müəyyən qələbələr oldu, müəyyən xallar qazanıldı. Nisbətən qış fasiləsində Samir Abbasovun imkanı oldu ki, komandaya müxtəlif müdaxilələr edə bilsin. Komandadan ayrılanlar oldu, komandaya qoşulanlar oldu ki, onların arasında əsas heyət üzvünə çevrilən futbolçular da var. Və biz bir material hazırlamışıq, rejissorumuzdan da xahiş edək, onu da təqdim etsin. Hansı ki, məhz 3-cü dövrədə komandaların topladığı xallar. Neftçi 3-cü dövrənin göstəricilərinə görə 3-cü pillədədir. Komandamız 9 oyundan sonra düzdür 4 qələbə qazanıb, ancaq heç-heçələrin də sayı 2 heç-heçə ilə yadda qalıb və bununla da turnir cədvəlində hazırda, yəni 3-cü dövrənin, sırf 3-cü dövrənin turnir cədvəlinə baxsaq, Neftçi 3-cü pillədədir. Yalnız Zirə və Qarabağdan geridə qalır. Mən hətta 2 dövrənin əvvəlki 1-ci dövrədən 2-ci və 3-cü dövrənin də statistikasını çıxartmışdım. Burada 14 xaldı. 2-ci dövrədə də komanda 12 xal qazanmışdı. Yəni bu artıq 26 xal eləyir. Düzdür, orada deməli hesablayanda Neftçi 4-cü pilləyə düşür. Araz Naxçıvan 3-ə çıxır, amma Araz Naxçıvanla 1 xal fərq olur. Elə ki 27 xal olur Neftçidə, Araz Naxçıvanda 26 xal Neftçidə. Yəni sırf gəldiyi məqamdan 9-cu tur, 10-cu turdan hesablayanda Samir Abbasov komandanı Avrokuboklara çıxardır. Yəni ən azı o mübarizədə saxlaya bilir. Hə, ilk 9 turda gəlsəydi nəsə eləyə bilərdimi? O artıq sonra bu ayrı söhbətin mövzusudur. Yəni onu orada qeyd edə bilərəm ki, yəni bu rəqəm, bu hazırda ekranda olan da göstərir ki, 9 oyundan 14 xal cəmi 2 məğlubiyyəti, mən bildiyim, deməli bu biri Qarabağa məğlubiyyətdir, biri də Kəpəzə məğlubiyyətdir. Araz Naxçıvanın da heç-heçəsi var deyəsən, yəni məğlubiyyəti var. O ikinci dövrədə. Bəli, orada 9 oyunda 3 məğlubiyyəti, 4 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət. 3 məğlubiyyət, 9 oyun olması üçün bəli. 9 oyun, 3 məğlubiyyət, Araz Naxçıvanın da məğlubiyyəti var, yadındadır. Hə, yəni bu olası bir şeylərdir. Yəni qeyd elədiyimiz kimi, yəni təkrarlamış olaq ki, Samir Abbasov gəldiyi vaxtdan oyunları götürəndə işin öhdəsindən, ən az Avrokubok zonasında olma işin öhdəsindən gəlmiş sayıla bilər. Amma yenə də bu, mən düşünürəm ki, baş məşqçi nə olursa olsun, uğurlu qrafik çıxırsa da belə, nə olursa da olsun belə, jurnalistlərlə polemikaya girməməlidir. Suallar provokativ də olsa belə, sual xoşuna gəlməsə də belə, bu olası proseslərdir. Baş məşqçinin xoşuna gəlməyəcək, bizim də xoşumuza çox şey gəlməyə bilər. Məsələn, mən də baş məşqçinin hansı taktiki gedişatından, taktiki gedişlərindən xoşum gəlməyə bilər. Mən o barədə fikirlər bildirə bilərəm. Yəni, ortada olan durum heç də xoş deyil. Yəni, mən düşünürəm ki, Samir Abbasov yetərincə təcrübəli məşqçidir ki, bu necə ki, komandanı çətin vəziyyətdən meydançanın içərisində çıxarda bilibdir. Mən düşünürəm ki, öz təmkinini qoruyaraq bundan sonraki mərhələdə də öz bu yaratdığı, bəlkə də istəməyərək, bilmirəm, istəməyərək yaratdığı durumu da düzəltməyə bacaracaq. Yəni, bu durum xoş deyil. Bu durumu artıq düzəltmək lazımdır. Kənan bəy, istəyərdim artıq keçək növbəti bir mövzumuza, hansı ki, Misli Premyer Liqasında növbəti turdan danışmazdan əvvəl milli fasilə bizi gözləyir, hansı ki, artıq başlayıb və Neftçinin milli komandalara yollanan futbolçuları var. Bunlardan 3-ü Azərbaycan milli komandasına yollanıb. Elvin Camalov, Rıza Cəfərov və ilk dəfə çağırılan Ağadadaş Salyanski. Bunlardan başqa Edvin Kuç Montenegro millisinə dəvət alıb. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəlü Tariq və Farer adalarına qarşı oyunlar gözləyir Montenegro millisini, həmçinin futbolçumuz Edvin Kuçu. Və 2 futbolçumuz da U21 milli komandasına çağırılıb. Hansı ki, orada Ayxan Abbasov yeni təyin olunub. Qapıçımız Neftçi 2-də çıxış edən Rəvan Kazımov və bu mövsüm əsas komandada debüt edən, artıq qolları, asistləri də olan Murad Məmmədov U21 milli komandasına çağırılıb. Elə istəyərdim həmin futbolçularla bağlı sizin də ayrı-ayrılıqda fikirlərinizi öyrənəm. Əsas məqam Salyanskinin dəvət olunmasıdır. Bu, Fernando Santuşun aktivinə yazılacaq iki nəfərin aktivinə yazılacaq. Birincisi Fernando Santuşdur ki, Fernando Santuş gəldiyi dövrdən gənc futbolçulara, eyni zamanda gənclərlə bərabər çempionatın gedişatında özünü az da olsa kimsə göstərirsə, mütləq şəkildə ehtiyata da olsa milli komandaya dəvət edir. Yəni bu
Haiti və Belarus Haiti və Belarus maçları həm də bir sınaq yoxlama maçları olduğuna görə burada gənclərə şans vermək olardı və Fernando Santos da bunu addım atdı. Alqışlayıram onu. Yəni belə şeylər eləmək lazımdır. Çünki Salyanski biraz əvvəllə də qeyd elədi ki, yetərincə potensial olan futbolçudur və ona dəstək olunmalıdır. İkinci şəxs hansı ki fərqləndirməliyik, bu Samir Abbasovdur. Çünki Ağdaş Salyanski Roman Qriqorçukun dövründə mən səhv eləmirəmsə cəmi 9 dəqiqə oynamışdı. Ya 9 ya 8. Onda da qol vurmuşdu. Kəpəzlə oynadı. Kəpəzlə qoldu. O oyunda maçda oynamışdı. Yəni heç 10 dəqiqə deyildi oynamışdı. Yəni çox qısa müddət oynamışdı. Bir dənə də o idi. Ondan artıq oynamamışdı. Amma Samir Abbasovun gəlişindən sonra 6 dəfə start heyətində meydana çıxıb. Yəni əvəz etmələr də çıxır. Yəni Ağdaş Salyanskini belə deyək də ehtiyatdan əsas heyətə gətirən, ona dəstək verən, onu yenidən milli komandaya gətirən adam Samir Abbasovdur. Çünki ona dəstək verdi. Çünki biz dəfələrlə qeyd edirdik ki, məsələn, onun mövqeyində Bogomolski oynayır. Yəni Bogomolskinin ümumiyyətlə komandaya nə xeyir verdiyini mən hələ də başa düşməmişəm. Yəni bu adam orta hesabdan ildə bir dəfə qol vurur. Kubokda bir dənə qol vurur. Onu da kubok oyunlarında birində deyəsən Qaradağ Löpatana vurmuşdu, bir dəfə də difaya vurmuşdu. Yəni keçən Sumqayıta, yəni kubok oyunlarında vurur, çempionatda da vursa uzabaşı bir dənə vurur. Yəni Neftçi futbol klubu, Neftçinin mərkəz hücumçusu sezonda bir qoldan oynamamalıdır. Və Samir Abbasovun da belə deyək də onu qeyd edə bilərik ki, o da gələndə Bogomolskiyə şans verdi. Yəni hər kəsə şans verdi. Çünki biz onu sabahla oynadı. Mətbuat konferanslarında qeyd edirdik ki, elə hamını heyətə qatırsınız, oynadırsınız falan. Yəni buna da şans verdin, hamıya şans verdin. Deyir ki, mən heyətə baxmalıyam. Kimin nə potensial olduğunu görməliyəm ki, yəni mən bunlarla yola çıxıram. Bunları nə iş görəcəm? Hamıya şans verdi. Yəni Bogomolski deyə bilməz ki, mənə şans vermədilər və yaxud da ki, heç bir futbolçu deyə bilməz ki, Samir Abbasov mənə şans vermədi. Ən şans verdiyi oyunculardan biri də Ağdaş Salyanski idi. Salyanski bu şansda maksimum yararlandı. İkisi bir yerdə Samir Abbasov, Ağdaş Salyanski belə dedim, milli komanda bir yerdə çağırıldılar. Yəni arada düzdür. Ağdaşı mətbuat konferansında Samir Abbasov tənqid eləyəndə orada da narazılıqlar yaranmışdı ki, niyə baş məşqçi bir məşqçi öz gənc futbolçusunu mətbuat konfransı vasitəsilə, ictimaiyyət vasitəsilə belə tənqid eləyir. Belə deyək də, onun uğursuz oyununu deyir və görünən odur ki, doğru addım atılmış Samir Abbasov. Düzdür, mən də düşünürəm ki, maksimal səviyyədə öz futbolçusu haqqında, yəni belə deyək də, bir qədər ehtiyat danışmaq lazım. Amma fakt odur ki, komanda həmən futbolçu, ondan sonra da, həmən o mətbuat konferansından sonra da Ağdaş Salyanskinin oyununda eniş yoxdur. Yəni komandanın əsas heyət hücumçusudur. Olmasa da ehtiyatdan qoşulur və komandaya xeyir verir. Yəni Salyanskinin milli komandaya çağırılması mənə görə müsbət məqamdır və Santuş heç olmasa bir 15 dəqiqə şans verərsə bu hamımızın xeyrinə olar. İstər Neftçinin, istər Azərbaycan futbolunun, istər də milli komandanın. Kənan bəy, biz bir qədər əvvəl Avrokuboklarla bağlı danışdıq. Hansı ki, çempionat yolu ilə Neftçinin Avrokuboklara yollanması real görünmür. Riyazi olaraq mümkündür, ancaq çox çətindir. Yəni hazırda biz 4-cü piləni hələ nəzərdə tutsaq, 12 xallıq bir fərq var. Çətin görünür. Yəni düzdür. Samir Abbasov da mətbuat konferanslarında mümkün deyil. Yəni mümkün deyil. Yəni riyazi olaraq da ola bilər, amma bu yəni biz özümüzü aldatmayaq. Çempionat yolu ilə Neftçinin üzərinə düşən iş, bu qarşıdakı 9 maçda, Samir Abbasov üzərinə düşən iş, 9 maçda komandanın oyununu otuzdurmaqda davam eləməkdir. Yəni bu mexanizmi otuzdurmaqda davam eləməkdir. Kubokda isə ayrı məsələdir. Əslində sizin bir qədər əvvəl vurğuladığınız 2 oyun var idi, hansı ki, Kəpəzlə məğlubiyyət və Turantovuzla oyunun heç-heçə. Həmin oyunlarda qazanılacaq qələbə hazırki xal fərqini 6-ya endirə bilərdi. Ancaq bu artıq keçmişdə qalıb, olmayıb, ötüb keçmiş məsələlərdir. Qeyd etdiyiniz kimi çox çətindir, real görünmür bəlkə də, ancaq hardasa riyazi şanslar var. Ona görə də mən istəyərdim biz artıq növbəti mövzumuzu bir qədər kubok haqqında danışaq. Hansı ki, Azərbaycan kubokunda Neftçi şanslarını davam etdirir. Komandamız yarım finaldadır və yarım finalda Neftçinin sabahla oyun gözləyir. Digər tərəfdə isə Araz Naxçıvan Qarabağ cütünü görürük. Hansı ki, bu 4 komandadan ikisini biz finalda görəcəyik. Elə istəyirdim qısaca Araz Naxçıvan Qarabağ oyunu ilə bağlı da fikirlərinizi bildirəsiniz. Ancaq ardınca daha geniş Neftçi Sabah cütünü təhlil etmənizi istəyərdim. Araz Naxçıvanın şansı var, amma mən düşünürəm ki, yenə də Qarabağ bir addım öndədir, hətta bir 2 addım öndədir. Xüsusilə də son bu çempionat maçında baş verən bu
gərginliyi, o belə davadan sonra artıq Qarabağda futbolçuların, komandanın da ümumiyyətlə klub olaraq da artıq daha motivasiya olacaq. Bəlkə də o hadisə olmasaydı, o cəzalar olmasaydı Qarabağ daha rahat çıxa bilərdi. Amma mən düşünürəm ki, yəni Araz Naxçıvan bəli, şans var, amma şansları böləndə 30-70-ədir. Yəni Qarabağ bu turu keçəcək. O ki qaldı Neftçi Sabah maçına. Neftçi necə gözünü kuboka dikibsə Sabah da elə. Yəni gözünü kuboka dikib. Çünki hər iki məşqçinin Berezutskinin də, Samir Abbasovun da qarşısında kubokda final oynamaqdan ziyadə finalda kuboku qazanmaq tələbi qoyulubdur. Tələb mi deyim, yoxsa bir hədəf mi deyim qoyulubdur. Ona görə də burada hər iki komanda bütün nə ehtiyatı varsa, nə gücü varsa hər iki maçda qoyacaqlar. Sabahın da riyazi olaraq şansları var Avrokuboka çempionat yolundan getməyə, amma o da yəni çempionata köklənib kuboku əldən versən, kubok daha qısa yoldur. 3 maçla çempion Avrokuboka gedə bilərsən. Yəni Neftçi ilə maçlardır və bir dənə finaldır. Finalda belədir ki, və xüsusilə də bu mövsüm göstərdi ki, finalda kimliyindən asılı olaraq hətta Qarabağ gəlirsə də belə bir maçda hər şey ola bilər. Çünki Qarabağ bu mövsüm enişdədir. Yəni forma olaraq, yəni tonus olaraq enişdədir, performans olaraq enişdədir. Düzdür, yəni yenə də heyət daha yaxşıdır, güclüdür, amma bir maçda hər şey ola bilər. Bunu Turan Tovuz da sübut eləyib, onu Zirə də sübut eləyib, elə bu turda Kəpəz sübut elədi ki, yəni Qarabağla oynamaq da olar, onu yenmək də olar. Ona görə də finalda nəyin baş verəcəyini və məsələn məndən soruşsaz ki, məsələn finalda misal üçün deyirəm, Qarabağla Sabah oynasa və yaxud Qarabağla Neftçi oynasa şanslar necədir? Məsələn mən əvvəl deyərdim ki, 70-in 30-a Qarabağadır, amma indi elə deyil. İndi artıq 60-ın 40-a Sabah Neftçinin fərqi yoxdur, kimin gəlməyindən asılı olmayaraq. Artıq Qarabağ favoritdir, amma bir mənalı şəkildə kimsə desin ki, mütləq udacaqlar. Yəni bu fikri səsləndirmək mənə görə doğru olmazdı. Cütə gəlincə, Sabah Neftçi maçına gəlincə, qeyd elədiyim kimi hər iki komandanın qarşısında bu hədəf qoyulubdur deyə, yəni birinci oyunun nəticəsindən asılı olmayaraq, kim udmanından asılı olmayaraq, hətta ki arada top fərqi hətta 2 də olsa belə, heç nə asılı olmayaraq maç ikinci maçın son dəqiqəsinə qədər gedəcək. Hətta 120 dəqiqə də ola bilər, penaltilərə qədər gedə bilər və mən burada kimisə fərqləndirə bilmirəm. Yəni mən deyim ki, bu oyunu bu turda Neftçi keçəcək, keçə də bilər. Sabah keçəcək, keçə də bilər, hər ikisi də keçməyə də bilər. Yəni burada kimisə 50-50 qiymətləndirirəm. Real danışanda, heyətlə baxımından danışanda Sabah bir qədər irəlidə görünür. Çünki Sabahın oyunçu kontingenti, oyunçu heyətində olan futbolçular daha ulduz futbolçulardır, daha yaxşı belə də hər tərəfli futbolçulardır, xüsusilə də hücum xəttində. Hücum xəttində çünki Sabahın ehtiyat qüvvəsi də yaxşıdır. Yəni məsələn hücumunda elə futbolçular var ki, onlar maç əldə edə bilən futbolçulardır. Neftçi isə komanda oyunu ilə. Yəni bu maçlar əslində onu göstərəcək ki, artıq Neftçi bu Səbail maçlarda olduğu kimi, məsəl üçün burada Filip Ozoviç çıxsın, bir dənə qol vursun, oyunu həll eləsin, Elvin burada o bəs eləməyəcək. Çünki sən birini vuracaqsan, mütləq Sabah da vuracaq. Burada komanda oyunu vacib olacaq Neftçi üçün, ehtiyatlı oyun, balanslı oyun. Hətta hesabda sən irəli çıxmısansa belə və yaxud da hesabda geri düşmüsənsə belə, oyun intizamıdır. Məşqçinin verdiyi tapşırığın hesabdan asılı olmayaraq, gedişatdan asılı olmayaraq, hətta komanda 10 nəfərlə qalsa belə, rəqib 10 nəfərlə qalsa belə dəyişməməlidir. İntizamlı, sabit futbol oynamalıdırlar. Bu, belə deyək də, bu psixologiyanı hər iki maçda 180 dəqiqədə, hətta 210 dəqiqədə davam elətdirməlidir. Neftçinin başqa cür şansı yoxdur. Çünki ehtiyat qüvvə baxımından və eyni zamanda adlar baxımından da hazırki Sabah bir qədər irəlilədir. Sabahın da boşluqları var. Sabahın məsələn yarım dəfə xəttində boşluqları var. Çünki Berezutskinin oynatdığı 4-2-4 sistemi hansı ki onu qurmaq istəyir, o Azərbaycanda onu çox heç kim demək olar ki eləmir. Çünki bu yaxşı sistemdir, nəticə gətirən sistemdir, amma o sistemi qurmaq üçün sənin orta xəttində o mexanizmi, o çarxı döndərə biləcək futbolçular olmalıdır. Mən hal-hazırda onu görmürəm. Var, amma onlar da sabit deyirlər. Lepinitsası var və yaxud da ki, məsələn, ehtiyatdan Vincent Til gelir, yəni heç bir işlə yadda qalmır. Yəni, Sabah kağız üzərində, adları protokola baxanda, heyət baxımından görünəndə Sabah daha yaxşı görünə bilər. Amma komanda oyunu baxımından, birlik baxımından, komanda oyunu baxımından
bu tutsa Neftçinin də şansı heç də az deyil. Yəni Heyətlərlə bağlanırsınız. Bir sual da vermək istəyərdim. Neftçidəki itki ilə bağlı. Hansı ki, sabahla hər iki oyunu buraxacaq hücumçu Bassala Sambu. Hansı ki, 4-1 final mərhələsində Kəpəzli oyunda bir qırmızı vərəq oldu. Şübhəli bir epizod idi ki, şəxsən mən düşünmürəm ki, orada qırmızı vərəq var idi. Mənə görə orada qırmızı yox idi. Və 2 oyunluq cəzalandırılması bir qədər. Mənə görə orada qırmızı yox idi. Olsa da belə bir oyun verilməli idi. Maksimum bir oyun idi. O düzdür, orada Devleker'in izahı var ki, belə yəni bu formada olan cərimələr qırmızıdır bir mənalı. Müasir futbolda artıq qaydalar bunu tələb eləyir. Amma belə bir şey deyim də, qaydalar valla kitabda mən çox şey tapa bilərəm. Yəni bizim hakimlər demək olar ki, səhv tutmaq olmur. Yəni desən deyir ki, falan maddədə falan belə yazılıbdır, falan ki, maddə ilə də gördüyümüz bir şey var. Yəni orada qardı, orada ola bilər, ayağa sürüşə də bilər. Qırmızı okey, başa düşdüm. Qırmızı vərəqə verildi. Amma qarın üstündə ayağa sürüşər edilən zərmə zərbəsinə görə 2 oyunun verilməsi, yəni mənə görə mən olsaydım o qırmızını da verməzdim. Amma verilsə də belə o mən başa düşərəm ki, ola bilər ehtiyatsızlıqdan da var. Çünki belə bir şey var. Ehtiyatsızlıqdan da olsa belə rəqibə, yəni sən xətər yetirirsənsə, okey, qırmızı. Yəni ola bilər, yəni bu normaldır. Mən bunu normal. Amma 2 oyun verilməsi, yəni mən düşünürəm ki, doğru qərar deyildi. Yəni Canan bəy, inanırsınız, həmin epizodda heç hakim nəinki qırmızı vərəq, heç sarı da vermirdi. Epizoda yaxınlaşdı. Orada Kəpəzin futbolçusu bildirdi ki, heç olmasa sarı ver. Hakim də sanki bunu eşidib sarı vərəqə verdi. Ardınca vara çağırıldı. Bu sarı oldu qırmızı. Ardınca baxılandan sonra qırmızı oldu. 2 oyunluq və nəticədə Bassala Sambu olmayacaq. Hansı ki, düzdür, bir qədər əvvəl biz Ağdadaşla bağlı danışanda vurguladıq ki, Ağdadaş Salyanski hazırda əsas hücumçu kimi oyunlara çıxır. Ancaq oyunun gedişatında daim biz Sambunu görürük, onu əvəzləyir. Artıq qolları da var Bassala Sambunun. Hər iki oyunu buraxması sizcə Neftçiyə necə təsir edəcək? Təbii ki, mənfi təsirlidir. Düzü, Bassala Sambunun transferinə mən bir qədər etiraf edeyim ki, belə deyək də, müsbət yanaşmamışdım. Niyə görə? Çünki statistikası yaxşı deyildi. Yəni, bura qədər gələn, yəni, mən səhv eləmirəmsə, statistikaya görə ildə cəmi 2 top vuran futbolçu idi. Yəni, karyera hücumçu olmağına baxmayaraq, hücum meyilli futbolçu olmağına baxmayaraq, orta hesabından ildə 2 top vururdu. Yəni, sən kağız üzərində o qədər də effektiv hücumçu kimi görsənmirdi. Bu barədə biz azarkeşlərlə danışanda da, Oğuzlarla danışanda qeyd eləmişdim ki, mən bir mənalı şəkildə bu adam haqqında fikir bildirmirəm. Çünki o qədər olubdur ki, statistikası möhtəşəm olan futbolçular gəliblər, burada bir dənə top vurub çıxıb gediblər. Yəni, biz, çünki özünüz bilirsiniz, transfer dövründə o qədər oyunçuların adları çıxır ki, oturub hamısını analiz eləsən, vaxt çatmır, enerji çatmır ki, falan kəsə istəyir Neftçiyə. Oturursan bir yarım saat, 40 dəqiqə, 1 saat vaxt sərf edirsən. Öyrənirsənsə, məlum olur ki, bu gəlməyəcək. Onu öyle demişəm ki, deyirəm ki, gəlsin, sənə düzü, kağız üzərində effektiv futbolçu yoxşamırdı. Amma indi görsənir ki, Neftçiyə uyğunlaşıbdır, qolunu da vurur, vacib qol da vurur, oynaya bilir. Yəni, belə öyrəşmişkən, komandaya xeyir verməyə başlamışkən davam eləməsi doğru olardı, daha yaxşı olardı. Amma yəni, hesab eləyək ki, heç Bassala Sambunu gətirməyiblər. 2 oyun Bassala Sambusuz oynamağa məcburdur komanda. Mən düşünmürəm ki, mən bunu qeyd edeyim ki, bu bir maçın 2 maça çıxarılmasının bunun hansısa başqa bir məqsədlə olduğunu mən düşünmürəm. Yəni ki, Neftçi. Buna bağlı sualla verilmişdir. Mən bunu düşünmürəm. Mən də o fikirdə deyiləm. Çünki biz bu formada düşünsək, onda yerə başı futbol oynamayaq, ümumiyyətlə futbola baxmayaq. Kimisə orada məqsədi var, o bunu belə dedi, bu bunu belə dedi, bu falan oldu. Yəni bunu belə eləsək, bizim hər şey qara düşünsək, ağa yer qalmayacaq. Ağ rəngi yer, bu komanda ağ qaradır. Hər şey qarada olmaz. Bir yeri də ağ olmalıdır. Onu öyle mən düşünmürəm ki, belədir, amma yəni bunu oldu. Yəni artıq heç nə dəyişməyəcək. Bundan sonra Hakimlər Komitəsi götürüb o vərəqəni ləğv eləyəndə deyil, artıq qərar verilibdir. Ona görə də buna uyğun olaraq hazırlaşmaq lazımdır. Bəlkə də bu Ağadaş Salyanskinin belə deyək də benefisi olacaq. Özünü göstərmək üçün, özünü sübut eləmək üçün daha böyük şansıdır. Bəlkə də orada çıxıb elə qollar vuracaq ki, heç bundan sonra Bassala Sambu əsas heyətə də düşməyəcək. Bundan sonra axıra qədər Ağadaş Salyanski ilə gedəcək komanda. Yəni, ola bilər. Mən düşünürəm ki, faciəvi heç nə baş verməyib. Komanda öz komanda oyunu ilə, fərdlər üzərində qurulmuş yox, komanda oyununu oynayaraq, təmkinli oynayaraq, sabit, səbirli davranaraq, taktiki intizamı yerinə yetirərək də saxlayaraq nəticə qazana bilər.
Kənan bəy, istəyirəm bir qədər qayıdaq çempionata yenidən, hansı ki, artıq 4-cü dövrə gözləyir bizi və Neftçi 4-cü dövrədə ilk oyununu Araz Naxçıvana qarşı keçirəcək. Bu mövsüm Neftçi Araz Naxçıvanı məğlub edə bilməyib. Bir heç-heçə var. Digər iki görüşdə Neftçi məğlub olub Araz Naxçıvana. Düzdür, yəqin ki, xatırlayırsınız, ötən mövsümdə də ilk 3 dövrədə Neftçi Araz Naxçıvanı məğlub edə bilməmişdi. Orada da 2 məğlubiyyət var idi. Bir heç-heçə. 4-cü dövrədə yalnız Neftçi Araz Naxçıvanı məğlub edə bilmişdi. Və yenidən indi qarşıda bizi 4-cü dövrədə Neftçi Araz Naxçıvan maçı gözləyir. İstəyərdim bu maçla bağlı sizin fikirlərinizi öyrənək. Araz Naxçıvanla bağlı mən biraz əvvəl danışanda qeyd elədim ki, mənə bu komandanın bu qədər enişdə olması təəccüblü gəlir. Çünki komandanın ən azından nümayiş elətdirdiyi futbol baxımından götürəndə son bir dövrədə qeydə alınan nəticələr təəccüblüdür. Bir qədər əvvəl baxdığımız həmin o 3-cü dövrənin nəticələrində Araz Naxçıvan sonuncudur, 10-cu yerdədir. Yəni mənə çox təəccüblüdür. Çünki deyim ki, heyətində olan futbolçular tamamilə bacarıqsızlarmı və yaxud da ki, keyfiyyətsiz futbolçulardır? Elə deyil. Yəni, düzdür, Araz Naxçıvan əsas hücumçuları zədələndi, qırmızı vərəqələr, ümumiyyətlə belə proseslər oldu. Amma bu dünyanın sonu deyildi. Yəni, başqa, yəni daha aşağı, turnir cədvəlinin aşağısında olan komandaları da məğlub eləməyə bacarmalı idi. Məsələn, bu tur Şamaxını nə olursa olsun, yəni mən bunun Neftçi barədə, Səbail barədə danışanda onu öyle fərq qeyd eləmişdim ki, böyük komandalar futbol baxımından oyun oynamasılar da belə, pis oynasalar da belə, pis oyunlarla olsa belə nəticə qazanmağı bacarmalıdır. Necə ki, Neftçi pis oyunla belə, yəni pis oyun deməyə, bütün oyunu pis oyun deməyə bilərik. Çünki birinci hissə Neftçi çox yaxşı oynadı. İkinci hissədə artıq təbii olaraq ehtiyat, belə deyək, arxaya oturdu. Yəni bu, o qədər də deyək ki, belə bəyənilməyən futbolla belə Səbali yenə bilirsə, Araz Naxçıvan da Şamaxını yenə bilməlidir. Yəni bu olmalıdır. Sən bunu eləyə bilmirsənsə, sən irəliləyə bilməyəcəksən və Avrokuboklara getmək şansın da az olacaq. Neftçi ilə maç, bu növbəti turdakı maç Araz Naxçıvan üçün bir dönüş nöqtəsi rolunu oynaya bilər deyə mən düşünürəm ki, Araz Naxçıvan çox, yəni maksimum köklənəcək maçca. Bu çox vacibdir. Prinsip etibarilə Neftçi üçün o qədər də vacib maç deyil. Çünki 3 gün sonra kubok maçı var. Yəni burada hansısa futbolçu zədə ala bilər Neftçinin oyuncusu. Yəni komanda yorula bilər, komanda tam performans nümayiş etdirə bilər kubokda. Ona görə də Neftçinin ehtiyatlı oyunu gözləmək olar. Yəni bu qədər ehtiyatlı oyunu bunu normal qarşılayıram. Çünki yəni komandanın Neftçinin elitdən düşmə ehtimalı yoxdur. 3-cü yerə getmə şansı da belə deyəndə prinsip etibarilə real görünmür. Baxmayaq ki, Araz Naxçıvanla oynayırlar. Bəlkə də aradakı xal fərqini azalda bilər, amma nə qədər azalır? Yenə də 13 xal fərq olur. Utsan da belə 13 xal fərq olacaq. Ona görə də yəni bu hal-hazırda Neftçiyə Araz Naxçıvanı məğlub eləmək turnir cədvəl baxımından lazım deyil. Bəli, forma üçün, azarkeşlər üçün, yəni cəmaət oyuna gəlir, oturur, məğlubiyyət üçün gəlmirlər ki, oynamağı qələbəsi üçün gəlirlər. Amma yəni Araz Naxçıvan baxımından baxanda, hər iki cəhbədən baxanda Araz Naxçıvana bu qələbə daha vacibdir. Ona görə də Araz Naxçıvan hücuma gələcək. İrəli atılacaq, qələbə qazanmaq üçün daha çox güc sərf etməyə başlayacaq. Bu da artıq Neftçinin oyununa, Neftçiyə xeyir eləyəcək. Niyə? Çünki Samir Abbasovun hal-hazırda otuzdurmaq istədiyi oyun sistemi budur. Yəni rəqib gələndən sonra onu irəli çəkiləndə arxa xəttindəki boşluqlardan istifadə edərək, sürətdəki hücumlarla, cinahlardan gələn oyunla qələbə qazanmağa çalışan futbol oynadır və ona görə də nə qədər Neftçiyə lazım deyilsə belə, yəni belə deyək də, prinsip etibarilə bir şey dəyişmirsə belə, Neftçinin Araz Naxçıvanı məğlub eləmə şansı heç də az deyil. Yəni mən düşünürəm ki, bu oyun 50-50-50 şanslar. Hər iki komanda bu oyunda qələbə qazana bilər. Hər ikisi idealıdır. Yenə deyirəm, turnir cədvəlində olmasına baxmayaraq, turnir cədvəlindəki yerinə baxmayaraq, hər ikisi idealıdır. Neftçinin tarixi var. Neftçi oyuna məğlubiyyət üçün çıxmır heç vaxt. Ona görə maraqlı maç olacaq, şanslar da bərabərdir. Kənan bəy, bir rubrikamız var. Deməli, 4-cü dövrədə Neftçini 9 oyun gözləyir. Elə həmin oyunları sizə təqdim edirik. İstəyərdik ki, bu oyunlarda Neftçinin neçə xal toplaya biləcəyi ilə bağlı sizin fikrinizi öyrənək. Hansı ki, əvvəlcə Araz Naxçıvanla ev, ardınca Şamaxı ilə səfər qarşılaşması, Zirə ilə... Araz Naxçıvan gəlin belə də. Araz Naxçıvan bir xal. Real danışaq. Yəni bir sizə ola bilər ki, qələbə qazanıla da bilər, məğlubiyyət də ola bilər. Reallığı da görünəndə, yəni kağız üzərində bir xal Araz Naxçıvan. Şamaxı üzərində düşünürəm ki, qələbə qazanmaq mənə görə real görsənir. Zirə
Zirə məğlub edilib Neftçi tərəfindən, onu İki öyle dəfə. 2 dəfə məğlub edilibdi. Niyə də olmasın, yenə də təzədən olmasın. Amma Zirəyə də bu qarşılaşma, çünki Zirə də həmən xüsusilə də son məğlubiyyətdən, sonuncu dəqiqədə gələn məğlubiyyətdən sonra artıq çox narahatdılar. Görünür, mən bu barədə Rəşad Sadıqova da sual da vermişdim. Yəni o artıq çox ciddi hazırlaşacaqlar. Bir xal deyək. Qarabağla maç haqqında proqnoz verməyim, çünki bir dənə də məqam var ki, bu maç səhv eləmirəmsə kubokdan sonraki turdur. Dərhal Ya da dəqiqləşdirib. kubokdan öncəki tur. Bu vacib ola bilər. Çünki kubokun maçını nəzərə alaraq burada heyətin bir hissəsi... Əvvəlki, kubokun cavab oyunundan bir əvvəlki maçdır. Burada artıq burada riskə getmək olmaz. Çünki birinci oyun nəticəsində asılı olaraq Qarabağda maç da belədir ki, o da bir şey də var ki, Qarabağla maçda sən barmaq arası yanaşa bilməzsən. Çünki bəli, Qarabağ çempiondur, liderdir, güclüdür falan da, amma bu Azərbaycan derbisidir. Yəni bunu tribun olaraq hər kəs gələcək. Ona görə orada maksimum qələbə üçün çıxmaq lazım olacaq. Amma məsələn, mən olsaydım, mən düşünərəm ki, Qarabağla maçı hətta heç səsinə də belə razılaşardım, ehtiyat qılmaq. Çünki cavab qarşılaşmasını düşünmək lazımdır. Yəni Qarabağı məğlub eləyib kubokdan əlini üzməkdənsə, Qarabağla məsələn heç oynayıb kubokda davam eləməyi düşünürəm ki, mən düşünürəm ki, belə eləyərdim. Amma yenə də bir xal deyək. Sumqayıtla səfər oyunu? Sumqayıtın həmən dövr üçün performansından asılı olacaq, gedişatdan asılı olacaq ki, komanda hansı vəziyyətdə olacaq. Qələbə qazanmaq olar. Ardınca gəlir Kəpəzli ev oyunu. Kəpəz ev oyunu qələbə. Tovuz səfər. Bu mövsüm Neftçi Turan Tovuz heç biri digərini məğlub edə bilməyib. Bu oyunda mən Turan Tovuzun qələbəsini gözləyirəm. Çünki burada məsələ niyə ola bilər? Çünki son turlara yaxınlaşır və Turan Tovuzun Avrokubok şansı var. Avrokubok şanslarını qoruya bilər və bu maç xüsusilə vacib rol oynaya bilər. Ona görə də mən daha çox köklənməyini gözləyirəm və bu oyunda məğlubiyyət ola bilər. Səbail ev oyunu. Səbail ev oyunu da Səbailin turnirin cədvəlindəki yerindən asılı olaraq büdrətməyə çalışıb, amma yenə də Neftçinin qələbəyə daha yaxın olduğunu görürəm. Son tur Sabahla səfər. Burada da məğlubiyyət ola bilər. Yəni bu Turan Tovuz Sabah maçlarında məğlubiyyət ola bilər, digərlərində məğlubiyyət yəni neçə xal oldu? Deməli, siz dedikləriniz əsasən 15 xal oldu. Hansı ki, Neftçi bu mövsüm heç bir dövrədə 15 xal yığmayıb. Maksimum 14 bu 3-cü dövrən xaldır. Sizin proqnozlarınıza əsasən, təxminlərə əsasən 15 xal toplayır. 13-15 xal arası 3-cü dövrədə mən gözləyirəm. Yəni bu mən daha çox xal gözləyərdim, amma ortada kubok olmasaydı. Ortada kubok olmasaydı komanda daha çox köklənə bilərdi. Daha çox belə deyək də ehtiyatlarını, gücünü sərf eləyərdi, daha çox köklənərdi çempionata. Onda mən xalları daha çox deyə bilərdim. Məsəl üçün Turan Tovuzla qələbə, Sabahla qələbə və onları deyə bilərdim, amma sırf kubok işləri ilə vəziyyətə gətirib çıxardır ki, Neftçi gücünü bölməyə məcburdur. Ona görə də 13-15 xal, 13-14 xal arası bir xal gözləyirəm Neftçidən. Kənan bəy, növbəti bir mövzumuz olaraq istəyərdim biz Əvəzedicilər Liqasından danışaq. Hansı ki, Ağqara meydan verilişinin biz daim sonunda Əvəzedicilər Liqası haqda danışırıq. Hazırda Neftçi 2 turnir cədvəlində liderliyini davam etdirir. Son turda məğlub olsa da son tur Neftçi 2 Səbail 2 ilə üz-üzə gəldi və Asko Arenadakı görüşdə minimal hesabla məğlub oldu. Elə istəyərdim əvvəlcə həmin görüşün icmalını izləyək, ardınca Əvəzedicilər Liqası haqda danışarıq. Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Bura Asko Arenadır və bugün Əvəzedicilər Liqasının 27-ci turunda Neftçi bu meydanda Səbaillə üz-üzə gələcək. Səbail 2 və Neftçi 2 futbolçuları meydandadırlar. Komandaların heyətləri ilə tanış ola bilərik. Başlayaq əvvəlcə meydan sahiblərindən. Səbail 2-nin start 11'liyi bu cürdü. Qapıda 91 nömrə Tural Mir Sultanov, 14 Süleyman Alluş. Neftçi 2'nin heyətini nəzərinizə çatdırım. Qapıda kapitan 95 nömrəli Rəvan Kazımov,
71 Cavanşir Şahbazlı, 67 Fariz Xeyrullayev, 68 Nurlan Musayev, 75 Sənan Ağayev, İnqilab Məmmədov fitni səsləndirir və maç başladı. Neftçiyə uğurlar arzuluyuruq. Mərkəzdən Səbail futbolçuları topu oyuna daxil etdilər. Özü yaxşı irələmişdi, ötürməsi də dəqiq idi. İndi İsmail Qurbanlı burada rəqibindən əla yayında gördü, sol canı ötürməsini etdi. Cavanşirdir burada. Cavanşir Şahbazlı çəkdi mərkəzə, zərb indirir Cavanşir. Dəqiq alınmadı. Şahbazlı. Aqil, Tural, Mir Sultanov, irəli ötürmə, Nurlan Musayev ötürmənin qarşısını kəsir, Nurlan topla irəliyir, Musayev özü getməyə çalışdı, Nurlan cərmə meydançasına daxil olur, Musayev alınmadı, indi əks hücum Səbaildən təhlükəli ola bilər, Oruc gəlir topla, Məmmədov sağ cinahı gördü, ötürməsini etdi, zərbə indirilir və hesab açılır. Rəvan Abbasov 24-cü dəqiqədə hesabı açdı, əks hücumda. Əks hücumda qolu tapdı Səbail 2 komandası. Təəssüf ki, Neftçi hesabda geri düşür. Əks hücuma çox yaxşı çıxdı Səbail komandası. Oruc Məmmədov topu yaxşı daşıdı. Sağ cinaha ötürməsini etdi və Rəvan Abbasov topu qapıdan keçirdi. Topu vurdu irəli və İnqilab Məmmədov oyunda birinci hissəni bitirir. Və ilk hissədən sonra Səbail 2-nin 1-0 hesablı üstünlüyü var Rəvan Abbasovun vurduğu qolla. Hörmətli izləyicilər, fasiləyə ayrılırıq. İkinci hissədə yenidən görüşərik. Start fitini yenidən səsləndirir. Bu dəfə oyun həqiqətən ikinci hissə başladı və Neftçiyə bir daha uğurlar arzuluyuruq. Üçüncü cəhdə mərkəzdən top oyuna daxil edildi. Aslan ötürməsi Elcan istiqamətində. Elcan Əbilov sol cinahda topladı. Elcan keçdi rəqibini. Əbilov baxır qapı qarşısına. Ötürmə! Qapıcı topu götürür. Tural Mir Sultanov. 90-cı dəqiqə başladı. Nurlan Musayevin ötürməsi qapı qarşısına. Bahadır Quliyev zərbə almır. Yox, uzaqlaşdırırlar topu. Nurlan daha bir ötürmə olacaq. Musayev. Nurlanın ötürməsi cərmə meydançasına başla qarşıladılar. Top meydandan çıxır, out Neftçinindir. Nurlan. Cavanşir. Şahbazlı. İrəlilədi, ötürməsi, yoxdur oyundan kənar vəziyyət. Nurlan zərb indirir, Tural Mir Sultanovun üzərinə gedir, topu götürdü. Tural. Aslan Şirinov, ötürmə cərmə meydançasına. Qapıcı burada topu əlindən buraxır, zərbə olacaqmı? Yox, Tural götürdü topu, Tural Mir Sultanov götürür topu. Fərhad, sağ cinaha, Bəhram Köçərli qəbul edə bilmədi, sağ cinahdan hücumumuz. Elcandı topla, Elcan zərbə indirilir, Əbilov alınmadı. İrəlidə oynayır. İndi ötürmə keçəcəkmi? Royal gedir. Burada Altay Turan Bəqdaşoğlu heç bir yerə vəsiqə vermir. Yəni bu çempionatda çempion olan komanda hər hansısa bir belə deyək, məsələn, Gənclər Liqasında qalib olan komanda UEFA Gənclər Liqasına yollanır. Ancaq Əvəzedicilər Liqasının yeganə məqsədi məhz A komandaya oyunçu yetişdirməkdir. Ancaq Neftçi ilə oyunlarda, Neftçi 2 ilə oyunlarda bütün komandaların heyətində biz əsas komandadan futbolçular görürük. Şimdi burada oyun başa çatıb, ancaq mübahisələr başa çatmayıb. Kənan bəy, Səbail 2 Neftçi 2 oyunun icmalını izlədik. Hansı ki, son turda Neftçi minimal hesabla məğlub oldu. Ancaq əsas rəqib Turan-Tovuz 2 komandasına məğlub olduğu üçün turnir cədvəlində lider dəyişmədi. Neftçi 55 xalla Əvəzedicilər Liqasının vahid lideridir. Elə orada icmalda sonlarda toxunduğum bir məsələ var. Onunla bağlı istəyərdim fikrinizi öyrənək. Hansı ki, yəqin ki, siz də razılaşarsınız. Əvəzedicilər çempionatının əsas məqsədi məhz həmin yaşlarda olan gənc futbolçuların mütəmadi olaraq oynaması, əsas komandalara çağırılması. Hansı ki, Neftçidə hazırda milli komandalara çağırılan Rıza Cəfərov, Ağadaş Salyanski, U21 millisində çağırılan Murad Məmmədov və Rəvan Kazımov hansı ki, elə həmin oyunda da qapını qoruyurdu. Məhz Əvəzedicilər çempionatından əsas komandaya yüksəlib və sadəcə digər komandalarda biz daha çox görürük ki, xüsusən də məsələn Neftçi 2 ilə oyunlarda görünür ki, Əvəzedicilər Liqasında əsas komandadan oyuncular heç də az deyil. Məsələn, həmin oyunda Səbail 2-nin heyətində əsas komandada cəzalı olduğu üçün Neftçi ilə oyunu buraxan Süleyman Alluş çıxış edirdi. Oruc Məmmədov hansı ki,
artıq 2025-ci ildə əsas komandanın daimi üzvlərindən birinə çevrilib. Ondan əvvəlki tur, məsələn, Turan Tovuzla qarşılaşmada əsas heyətdə Tural Bayramlı, Anton Kraçkovski, Sadiq Turan bu Quliyev baxımdan kimi. Turan bu baxımdan çox istifadə edir. Sabahda da az deyil. İstərdim elə bu məsələ ilə bağlı sizin fikrinizi öyrənək. Ümumiyyətlə Əvəzedicilər Liqasının ləğv olunması ilə bağlı müzakirələr gedirdi. Hətta mövsümün əvvəlində də mən Əvəzedicilər Liqasının qalmasının tərəfdarı idim. Amma onun da bir şərtlə, nə üçün tərəfdarı idim ki, argument o idi ki, əsas komandada özünə oyun praktikası qazana bilməyən bəzi futbolçular ehtiyat komandada oynasın. Bəzi futbolçular, yəni bütün komanda kim ki, məsələn, bəzi komandalar var ki, əsas komandanın 9 dənə oyunçusu əvəzedicilərdə oyuna çıxır. Onda o əvəzedicilərdə olan futbolçu niyə məşq edir bir həftədə? Yəni bu düz gəlmir axı. Yəni Əvəzedicilər Liqasının formatı dəyişdirilməlidir mənə elə gəlir. Ya formatı dəyişdirilməlidir, ya da ki bu komandalar Əvəzedicilər Liqası ləğv olunaraq bu komandalar birinci liqaya və yaxud da ki region liqasına və yaxud da ikinci liqaya hansısa liqaya paylaşılmalıdır. Paylaşılmalıdır ki orada rəqabət olsun və ehtiyatda qalan futbolçu, məsələn Neftçidə hər hansı bir futbolçu heyətə düşmürsə, rahat olmasın ki, mən gedib onsuz da oyun praktikamı şeydə Əvəzedicilər Liqasında eləsəm. Bu olmalı deyil. Bəli, 1-2 oyunçu, 3 oyunçu mütəmadi olaraq bir formaya düşmək üçün istifadə edilməli. Amma da 6 nəfər, 7 nəfər, bəzilərində deyirəm də hansı komanda yadından çıxır. 9 nəfər Turan Tovuzda deyirsən. Turan Tovuzda səhv olmasa 8 nəfər, 4 əsasda 4. Elə bir ki, Turan Tovuz Əvəzedicilərlə oynayır. oynayır. Orada da qayda da bu cürdür ki, əsas heyətdə 4 futbolçu bir yaş limiti var. Həmin yaş limitinə uyğun gəlməlidir və legioner limitdə eyni saydadır. Elə bir ki, 4 oyunçu əsas heyətdə meydana çıxır. Ardınca da əvəzləmələrdə də digər 4-ü bu 4-ünü əvəzləyir. Yəni bu artıq sui-istifadədir. Mən bu baxımdan Turan Tovuzu günahlandırmıram. Yəni reqlament imkan verir, istifadə edirlər. Yəni bu barədə demək istəmirəm, amma digər komandalarda da bu var. Bu düzgün deyil. Yəni bu Əvəzedicilər Liqası statusunu dəyişir. Yəni bu Əvəzedicilər Liqası, bu ehtiyat komandalar liqasında olur onda. Yəni sənin ikinci komandalar, əgər ikinci komandalar oynayırsa, onda elə bunların adı ilə Neftçi 2 misal üçün oynasın Liqa 2-də. Professional komandalarla oynasınlar. Göygöllə, Şimalla, Şaxtaq Qusarla. Həmən futbolçular hansılar ki, hal-hazırda Əvəzedicilər komandasındadır. Onlar daha peşəkar, daha yaşlı futbolçularla oynasınlar, daha möhkəm komandalarla oynasınlar, daha böyük rəqabət görsünlər. Həm də bir turnir cədvəli intriqası görsünlər. O daha çox xeyir olar. Yəni belə Əvəzedicilər Liqasını keçirmək mənə görə ki, artıq bu sui-istifadədir. Məncə artıq formatı dəyişdirilməlidir. Kənan bəy, təşəkkür edirəm. təşəkkür edirəm, Gəldiniz, maraqlı söhbət alındı. Çox sağ olun. Çox sağ olun, minnətdaram. Belə hörmətli izləyicilər, Ağqara Meydan verilişinin bugünkü buraxılışının sonuna gəlib çatdıq. Bugün bizim qonağımız Rekord saytının baş redaktoru Kənan Məstəliyev idi. Hörmətli izləyicilər, hələlik sizinlə sağollaşırıq. Növbəti buraxılışlarda yenidən görüşmək ümidi ilə özünüzə yaxşı baxın.